Narkotik vasitələrin qanunsuz dövriyyəsinə təqsirləndirilən Roşka ləqəbli tiktoker Rövşən Süleymanzadənin cinayət üzrə məhkəmə araşdırması yekunlaşıb. Bakı Arzanətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiq mərhələsində tərəflərin ifadələri yenidən elan edildikdən sonra məhkəmə istintaqının başa çatdığı elan edilib. Çıxışlar mərhələsində vaxt məhdudiyyəti yarandığından proses qeyri-müəyyən vaxtadək təxirə salınıb. Qeyd edək ki, Roşka ləqəbli tiktoker Rövşən Süleymanzadə 2025-ci ilin yanvarında canlı yayımlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirlərinin nəticəsində saxlanılıb. Nəsim rayon məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Roşka ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 234.1-1, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, küllü miqdarda törədildikdə maddəsi ilə ittihamlar sürülüb. Orxan Rasifoğlu, məhkəmə xəbərləri.